27 ildir tikintidə işləyirəm, inşaat sahəsində. Bu 27 ildə mən nə bir məmur görmədim o fəhləni incidə. Nə bir dövlət rəsmisini görmədim, nə bir iş adamı. Ömür boyu o fəhləni incidə dünənə kimi sənlə, mənlə çiyin-çiyinə fəhlə işləyir. Müdiriyyətin yanında mən onların dilini bilirəm, onları razı salacam deyib, söz verib, sinəsin qabağa verəndə sapı bizdən olan dünən fəhlə olub bu günləri özünü nəsə hesab edənləri gördüm. İnsanları bir tikə çörəklə, işdən çıxmaq qorxusuyla, ac qalmaq qorxusuyla, məhz o insanların düşüncəsi ilə yaşayıb, onların düşündüyünü bilən, sapı bizdən olan baltaları, məhz belələri, bu milləti, xalqı, belələridir narazı salanlar. Hakimiyyətdən, dövlətdən. Kişini balasını ad qoymaqla, əgər onu qorxuzursa, ondan o qabağa gedə bilməz. Bir kişi, bir başqa kişini haqqından, qanundan, normadan artıq işlədib, özünü müdiriyyətin yanında hörmətli kişi sayırsa, o kişi yediyini qusacaq. Ondan qabağa gedə bilməyəcək. Bax, məhz belələri aşağı təbəqəni, fəhlə sinifini narazı salır. Yuxarıdan. Halbuki ona qədər nə boyda qurumlar var. Amma bu burada lotluq eləyir. Fəhlə sinifi də elə düşünür ki, böyle yuxarının istəyidir də, həyata keçirilir. Nə bilsin? Dövlət xarici siyasətlə məşğuldur. Nə bilsin ki, sapı bizdən olan baltalar insanları hansısa bir şirkət çərçivəsində, hansısa bir müəssisə, hansısa bir qurum çərçivəsində lotluq eləyir və insanların haqqına girir. Dövlət başçısı deyir ki, aslı olmuyor. Olmayın da, ne işləyirsən artıq, saatdan artıq. Və sən o saatdan artıq saxladığın işlədən var, ha. Ora-bura müdiriyyətə söz verir, mən eləyəcəm, mən işlədəcəm onu 7-yə qədər. Bahirələridir, baba aləmi qatan. Öz rəhbərliyinə gedir, deyir ki, mən işlədəcəm onları iş vaxtından artıq. Alır qoyur bir 5 min, 10 min premiya paket cibinə, gəlir sana da boynundan basır ki, müdiriyyətin əmridir, işlə. Ne işləyirsən? Dövlət başçısı deyir səni asılı tutma özünü. Bəli, çünki sən aciz sarırsan özünü. Çünki sən onu imperator bilirsən. Halbuki o sənin kimi dünənə kimi sapıq ayağından çıxmırdı. İndi də sənin incidi bu xalqı narazı salır. Başa düşdün? Çünki özü paket alır qoyur cibinə. Nə dövlət fikirləşmir, nə xalq fikirləşmir. Məni kimi danışana da xəstə kimi baxır. Çünki o elədiyi hərəkətin fərqində deyil. O düşünür ki 5 manat, 3 manat balama nəsə eləyim, amma bilir ki onu qusacaq bir gün. Bəli. Və orada da xalqı, milləti narazı salır dövlətdən. Bilirsiniz, bu ciddi bir şeydir. Xalq elə bilir ki, hər şeyə yuxarı. Adında qoyur ki, yuxarı. Kişi deyir də prezidentdir də deyir. Necə ana prezidentdir deyir. Necə ana, bu nə fikirdir, başa düşürəm. Deyir də, və belə çıxır ki, yəni prezident deyir, boş şeydir də deyir, sonra. Baxın da bir də ətrafınıza. Baxın da. Görün kimdir. Baxın görün kimdir də bunları tətbiq edən. Görün bu haqsızlıqları yaradan kimdir. Bəli, sən də qorxudan başını salırsan aşağı. Çünki o sənin arada yanında yürəndə 3-4 dənə özünün gözaltıları var. Özü tipliləri var. Kişini ac qalmaqla, çörəyi ilə, nə bilim ruzisi ilə sınamaz. Və dünənini unutmaz. Belələri də bu xalqı gör nə günə qoydular. Bu xalq, bu millət ac olur, kasıb olur, amma mərd olur, kişi olur. Amma baxır belələrinə, görür ki, bu yaşıyor da, ayaba yaşıyor. Və pulun varsa deməli, hər şey yaxşıdır. Və bu psixologiyanı insanların beyninə elə yer ediblər ki, bu millət yaltaqlığı, bu millət xəbərçiliyi, bu millət yalaqlılığı artıq normal sayılır. Bu millətin psixologiyasını belələri necə pozubsa, bu millət əyilməyi, bu millət rüşvət verməyi, bu millət haqsızlığı normal sayılır. Bu millət artıq haqla nahaqqı ayırt edə bilmir. Bu millət bir dəfə göstərici tanıyır. Pulun olsun, vəssalam. Pulun varsa sən kişisən. Pulun varsa sən yaxşı olansan.
Pulun varsa sən hər şeysən. Vəssalam. Və bunun nəticəsində də bu cür əzəmətli bir xalqın düşüncəsində belə bir şey formalaşır. Belə bir düşüncə. Deməli, pullu deyiləmsə, pulum yoxdursa mən artıq bu cəmiyyətdə yerim yoxdur. Pulum varsa mən artıq insanam. Yəni, baxır, görür ki, bəli, belə biri gəlir, boyda adamın başının üstündədir, pulu, şəraiti, yaşayır, hörməti, izzəti. Fikirləşir ki, deməli, bunların hamısını eləmək olar da, normaldır. Onsuz da eləyir də, hörmətli də yaşayır. Mən də eləyim də, neyiniyim? Və bu millət artıq yaltaqlığı, yalaqlığı, nə bilim, əyilməyi, sınmağı, bir-birinə pislik eləməyi, bir-birinə pul atmağı, bir-birinə haqsızlıq eləməyi normal qəbul edir. Çünki əsas puldur. Pul olsun. Çünki pulun yoxdursa heç bir şeysən, hörmətsizsən. Təki pulum olsun, nə olur olsun. Və bu psixologiyanı aşıyırlar insanlara. Və insanlar, bir xalq, bu millət öz mənliyini, öz ləyaqətini bax belə yavaş-yavaş itirir. Dəhşətdir. Çünki hara baxır? Kimə baxır? Nə olur olsun, pulun olsun da. Çünki başqa cür acından öləcəm. Çünki olsa hörmətim olmayacaq. Çünki indi ancaq işləyənlərin, ancaq maşını olanların, ancaq evi, 3-4 dənə evi olanların, 5-6 dənə, nə bilim, maşını olanların, nə bilim, bir sözlə belələrinin hörməti var da, belələr hörmətlidir. Fərqi yoxdur. Müdiriyyətin qarşısında nə eləyir, nə eləmir, fərqi yoxdur. Əsas odur ki, pulu var və hər gedir, hörmətlə qarşılanır. Deməli, ləyaqət, o, bu boş şeydir də. Əsas odur ki, pulum olsun. Vəssalam. Baxır, yavaş-yavaş sınır, mənliyi sınır, qüruru sınır. Bəli, bu acınacaq.